Değerli izləyicilər, xoş gördük sizləri Bərdə maşın bazarında. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. Təbii ki, kimlər icazə versə, biz istədiyimiz maşını çəkə bilmirik. Sahib icazə verirsə, həmin maşınları da çəkib sizlərə göstəririk. Qardaş, Allah xeyir versin. Sağ ol, Allah canınızı sağ eləsin. Allah köməyiniz olsun. C-Class. Allah köməyiniz olsun. Super, söz yoxdur. Universal deyiləmi? Bəli, bəli. Buyurun, məlumat vereyim, bilək necədir? 2-2, dizel, 99'un. İli də 99. Bəli, bəli. Bir dənə problemi yoxdur. Nə vaxtdan sizin maşındır? 3 ildir. Etibarnamə formut. Etibarnamədə. Hər il təzələnir. Bəli, bəli, bəli. Problem yoxdur. Yəni rahat adamdır. Yəni sənədində problem yoxdur ki, alqı-satqıda heç bir problem yaranmayacaq. Xeyr. 100% yəni çiçək kimi maşındır. Aha. Yəni bir dənə alandan sonra xərc çəkilib? Elə yüngül var sadəcə, elə belə. Yəni hə, qardaş deyir təkərlərini dəyişdirmişəm. Ay sağ ol, hə. Maşının mühərrikini necə baxdırmadınız ki? Yox, problem yoxdur. Yəni bir dənə işləməyəndə bir dənə problem yoxdur. Qardaşımız deyir dizel mühərrikdir. Bəli, bəli. 2-2. Bəli, bəli. Rahat işləyir. Bizim biraz dizelimizdə də problem var da. Ola bilər ki, birdən. Hə, yox. Problem yoxdur. Maşında bir dənə problem yoxdur. 500 mini keçibdi maşınınızda. Çift. Olar, hə, olar. Yağ azaltma, səs. Xeyr, bir dənə problemi yoxdur. Yəni dosta qardaşı veriləsi maşındır. Mühərrik yaxşı. Nə qədər yanacaq sərfiyyatında deyilir? 5,5 bəli yandırır. Kondisioner işləyirmi qardaş? Bir dənə problem yoxdur. Kondisioner də işləyir. Avtomat korobkadır. Gecikmə, vurma yoxdur. Heç nəyə də yoxdur. Hər şey qaydasındadır. Alan peşman olmaz. Diferin də səsi yoxdur ki. Xeyr, heç nə yoxdur, heç nə. Polda vəziyyət necə? Super. Çürük, pasta, harası dəyib dağılan? Xeyr, super. Peredokun səsi ki yoxdur. Yox, heç nə, təzə yığılıb, biraz olar. Təkərlərdəki dediyiniz kimi təzədir. Normaldır. Təkərlər yaxşı. Normal, bəli. Dəyişiləni varmı? Qapı, krel, kapot, nəsə? Yox, vallahi, yox. Dəyişilən yox. Yoxdur. Amma kraska vurulmuş olar da. Kraska, hə, vurulub. Hazırda kosmetik işi yoxdur ki? Yoxdur, yoxdur. Aynaları təmiz görürəm. Bəli, problem yoxdur. Maşınımızın yanı superdir. Şitdə də yoxdur ki, ləkəsi. Şit yaxşı. Oturacaqlara çikol çəkilib. Setkadır. Bəli, Zədə yoxdur ki. Parça salondurmu? Bəli, superdir. Yəni bir dənə problemi yoxdur. Maşınımızın bir dənə alan peşman olmaz. Aynalar düymə iləndir yoxsa? Bəli, knopka ilə. Dördü də? Yox, arxalar yox. Hə, önlər. Pultdakı bunlar da olur da özlərində zavod qoyulur. Qəşəng. Alan peşman olmaz. Qiyməti? 11 3-ə deyirik, aşağı yer var. 11.300-ə deyirsiniz. Bəli, aşağı yer var. Nə qədər? 500, 600 endirim eləmək olurmu? Münasib olacaq, bəli. Hara gəlsinlər? Zəng eləsinlər, 051 484 43 42 əlaqə saxlasınlar inşallah. Hansı rayondadır əsas? Bərdə rayonu olarkən. Uğurlar arzu problem yoxdur. Sağ olun qardaş. Allah canınızı sağ eləsin. Sağ olun. Sizə razı qaldıq. Minnətdarım var. Sağ olun. Xeyirli olsun qardaşım. Çox sağ olun. 011 11. Buyurun, məlumat verin. Biraz uca səslə, eşidə bilmirəm. Görək necə maşın? İlə 82. Yəni motoru 01, 011. Sizdə nə vaxtdandır? Bizdə 1 il olar. Etibarnamə yoxsa format olunubdur? Etibarnamə. Sənədlərində problem yoxdur ki? Yox, heç bir problem yoxdur. Hamısı qaydasında. Yəni deyirəm bitməyib ki vaxtı? Yox, teks motor, sigorta hamısı yerində. Alandan sonra xərcləriniz nə oldu? Maşına nə düzəltdiniz? Alandan sonra elə çöldə kosmetik işləri. Yəni peredoku təzə yığılıb. Təkərləri təzədir, dördü də. Mühərrik dediniz 011. Necədir mühərrikin vəziyyəti? Yaxşıdır. Yağ azaltması, səsi? Yox. Korobkada? Korobka 4-dür. 4-dür. Korobkada atma yox, səs yox. Diferin səsi? Diferdə səs yox. Aha, difer də yaxşı. 6 polunda. Pol dəyişilmiş olur, hə? Yox, pol dəyişilmir, elə çürük də yoxdur. Bir dənə danqratın bir dənəsində elə belə yüngül var. Paslanma var. Hə, çürük pol yox. yaxşı. Hə. Peredokda səs-küy necə? Yox, peredok təzə yığılıb. 3 gündür yox. Təkərlər? Təkərlər 4-ü də təzə. Təkərlər yaxşıdır. Hətta kalpak da var, zavodskoy kalpaklardan. Retro maşındır da. Qalan detal varmı 82-dən? Qapı, krel, kapot? Var. Dəyişilən yoxdur. Bu post işlənibdir. Eləmi? Hə. Nə gözəl. Maşınımızın kosmetik işi amma müəyyən yerlərində var. Var, hə, müəyyən yerlərində kosmetik işləri var. Rəng dəyişilmiş olar da. O vaxt bu rəng olmayıb da. Öz rəngidir. Sənətdə də metalik. Bəlkə də sizdən əvvəl dəyişilər. Ola bilər ki, hə, metal. 82-də inanmıram bu rəng olsun. Olar. Maşınımızın aynaları salamat. Hamısı salamat. Aha. Şit də 06 şitidir. 06 şit. Yoxdur ki, qırıq çat yoxdur. Deyəsən təzə şitdir. Yox. Heç şey yox. Aha,
Maqnitofon da deyir yaxşıdır. Maqnitofon orijinal. Oturacaqların çixolu da maraqlıdır. Ha. Oturacağın özü dəyişilib deyə biləm, yoxsa? Yox, Özününkidir. Sadəcə çixol fərqli göstərir. Bəli, çixol fərqli. Aha. Maşınımızın pultu yoxdur ki. Yox, pul sistemi yoxdur. Maraqlı maşındır. Qiymətini deyim sizə. Qiyməti belə real alıcı olsa, son qiyməti 3200. Bəlkə elə 3000-ə verək getsin maşını. Yox, Təklif 3000-ə eləyirik ha biz, təklif 3000-ə fikrimiz yoxdur. Yəni o qiymətə verməmisiniz. Hə. Hansı rayondadır? Tərtər. Uğurlar arzu edirəm Yəni qardaş. nömrəsi də ki 011-dir də, yəni nömrəsini elə. Tərtərli alsa daha yaxşıdır, 59 59 saniyə. 011, hə. Bir daha uğurlar arzu edirəm Çox sağ ol. qardaşım. Sağ Çox ol. sağ ol. Allah bazarınızı versin Çox qardaşım. sağ ol, Allah razı olsun. 010 deyilən maşınınız. Bəli, bəli, Vazelin 1.0. Buyurun, məlumat verin bilək necə İlim maşın. 1999-dur. Karabka motoru heç bir problemi yoxdur. Çürüyü çarığı heç bir problemi yoxdur. Bez nomerdir motoru. Nə vaxtdan sizindir maşın? Bu maşını təzəlikcə almışam, satıram. Satmaq üçün almışdınız? Xeyr, alverçi deyiləm, sadəcə. Öz maşınınız, Bəli, özünüz üçün almışsınız. bəli, özüm üçün almışam. Gördün xərcləri çoxdur, bacarmırsan. Xeyr, prosta biraz pula ehtiyac oldu deyə yəni satdım. Belə öz adımı da format elətmişəm, nömrə zət hər şey yəni. Birbaşa adınız olan maşındır, Bəli, etibarnamə deyil. Xeyr. Ha, nə Xeyr. gözəl. Bəli. Sonra da gördüm borclar çoxaldı, dedin satın borcları ödəyim. Bəli, borcu, pulu. Allah özü kömək olsun, heç Allah maşın canınızı satmayasınız. Çox sağ olun, Allah razı olsun. Alandan sonra xərciniz nə oldu? Nə düzəltdirdiniz? Alandan sonra bir 300-400 manat xərcim çıxıbdı. Motorunu əl gəzdirmişəm. Xadavoy cəhətdən yana əl gəzdirmişəm. Pul xərcim çıxıbdı. Xadavoy. Motor deyirsiz nömrəsizdir. Bəli, Dəyişilib bəli. yoxsa? 99 motordur, yəni bez problemi. Bir dənə problemi Feredodur. 50 manatlıq Feredo lazımdır, Feredodur. Bir də kalibratorla yüngül əl gəzdirmək lazımdır. Qalan heç bir. Yəni Karabkanın özü yaxşıdır. Bəli, karabka, motor, xadavoy cəhətdən heç bir problem. Nə edir Fredo? Bu xəvat deyirmi? Bəli, buskavat deyir. 50 manat, 30 manat belə xərci olur satışdadır. Perodokda vəziyyət necə? Hər şey qaydasında. Qranatların səsi yoxdur. Xeyr, heç bir qram da olsa yoxdur. Aha. Xadavoy cəhətdən heç bir cəhət yoxdur. Təkərlər zəifləyib, ön təkərlər. Ön təkərlər bəli, biraz zəifdir, arxalar yaxşıdır. Normal. İçi də Euro salondur, Euro şitdir. 2010-un şitlərindəndir, Euro şitlərdəndir. Sonradan yəqin dəyişilib. Bəli. Altı necədir? Çürük, Altında çürüyü yoxası. heç bir çürüyü yoxdur. Olarsa əgər pulundan çıxacaq. Heç bir çürüyü yoxdur. Dəyişilənlərini də deyin də bizə. Dəyişilən valla onları bilmirəm. Mənim belə anlayışım Qapı, yoxdur. krel, kapot. Onlardan anlayışım yoxdur. Yəni gördüyün kimi amma belə duruşdu maşın. Ən əsası duruşu yerindədir, səliqəli maşın. Müəyyən yerlərində də qaralar var. Bəli, kosmetikaya yüngül ehtiyac var, bəli. Aha. Bəli, ehtiyac var. Xadavoy cəhətdən ən əsası xadavoy cəhətdir, yəni problem yoxdur. Xadavoy cəhətdən heç bir problem yoxdur. Aynalar yaxşıdırmı? Bəli, hamısı punkt sistemidir, maşın punkt sistemində, aynalar hamısı podiyonnikdir. Dördü də? Xeyr, önlər bəli. Hamısı dedim Xeyr, önlər. Arxalar bilmirəm, arxalar xeyr. Qırığı çatı yoxdur əsas odur. Xeyr. Şitdəki Euro şitdir Bəli, deyirsiniz. O da çatı zadı yaxşıdırmı? Çatı yoxdur. yoxdur ki. Xeyr, hamısı öz Bir qaydasında. dənə sərnişin tərəf oturacağın qıraq hissəsində yeyilmə var. Bəli, yüngül var, qalan bir də o ximçəç qalsa daha yaxşı, bir etçiklər. Bəli, amma belə yəni qaydasındadır, çox cırıq. Əsas maşınımızın qiymətidir. Pultu da var deyəsən. Punkt sistemidir, bəli. Qapıları bağlayır. Bəli, arxa bağaca qədər hamısı punkt. Qiymətini deyin maşınımızın. Qiymət 3500 manat. 3-5-ə deyirsiniz, 3000 sayan olsa, nə deyək? Xeyr, 3000 sayan olsa. Ferrado da xarabdır, kraskası var. 3200-ə. Xərclər də var da, onları çıxarıb 500 manat xərclər. Eləmək olar. Real Məcbur alıcı eləmirik, olsa, biz təklif real eləyirik. alıcı olsa razılaşmaq olar. Əsas ki, Alverçiləri keçmiş amma qiymət bəli. çoxdur. Əsas ki, real alıcı olsun, razılaşmaq olar. Özümə belə 20 gündə almışam, 3839-a mayadım mən maşın. Allah öz kimi. 3839-a sadəcə olaraq pula ehtiyac Hara olduğu gəlsinlər, görmək istəyən? üçün. Ağdaş rayonu. Uğurlar qardaşım. Çox sağ olun. Çox. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ olun minnətdaram. Maşınımız Priora 2172. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? Maşınımızın ili 2013 polnu fulldur. 4 podyomlu, steniya qızdırıcı var. Park radardır, yağış sensordur. Yəni bu modelin ən full variantıdır. Çoxdan müştədirsiniz? Xeyr. Mən aldığım hardasa heç bir ay olmaz. Mən özüm alıb satanım. Allah yaxşı. Allah Təmiz çörəyinizi maşındır. versin. Sağ ol. Əsas odur maşınımız haqqında məlumatlar düzgün olsun. Hə, motor klapan əymiyənə yığılır. Maşınımızda 262 min göstərir. Hə. Orijinaldır da. Hə, orijinal öz. Lap yaxşı. Birinci yəsər Mühərrik almışam. açılıb yığılıb yoxsa Hə, xəbəriniz yığılıb. yoxdur? Əymiyənə yığılıb. Bunlar əyir də. Hə. Klapan, demin qırılanda klapanlar əyir. Bu əymiyənə yığılıbdır. İndi yağ azaltma səsi yoxdur ki. Xeyr, nə səs yox, nə yağ azaltması. Mühərrik yaxşı. Təkərlər təzədir.
Ötürücülər qutusu necə? Korobkası. Gözəldir, gözəldir. Bütün sistemi gözəldir maşınımın. Gələn ustası Səsi ilə ki yoxdur, gəlsin. çatması səsi. Xeyr, xeyr. Hətta kuzanın rəngi də zavod boyasıdır. Əlavə 2 detalda rəng var. Qapının ətəyindədir də. Sol qapıların ətəyindədir. Vəsə qalan yeri beskraskadır maşının. Zavod Peredokda rəngi. səs-küy yoxdur. Xeyr, xeyr. Peredokdur, kondisionerdir, hamısı ideal işləyir maşın. Qranatlar dəyişilmədi, bilmədim. Yox, öz qranatları olar olmaz indi. Yaxşıdır, amma səs Yaxşı yox. da səs yoxdur. Lap yaxşı. Əsas odur ki, Təkərlərdəki səsi yoxdur. Qranat normaldır, deyiləm Təkərlər təkərlər. təzədir, dördü də. Polu necədir? Zədə yoxdur ki Xeyr, polda. xeyr. 2013 maşın deməli. Bu Prioralar yəni çürümür. İşlətməkdə nasıldır? Hə, hə. Dəyişiləni yox, kraska deyirsiz özününki. Zavod. Aha. Ön aynası amma dəyişilsə daha qəşəng Öz olar. aynası zavod olduğunu əl dəymədim. 2013-cüdür, özünküdür gələn. Bir dənə burdadır çat. Hə, çatı O var. da alan yönləşərik də qiymətdə gedib alır. Şitin üstündə yoxdur Yox, yox, ləkəsi. şitin Oturacaqlardakı yaxşı. Çiçək kimidir, zavoddur hamısı. Aynaların dördü də düymə ilə işləyirlər yəqin ki, eləmi? 4 padyomluq, bəli. Pultda bunlarda Zavodskoy olur. Zavasko öz açarın üstü olur da pultunda. Kondisioner də deyirsiniz var. Bəli, Priora kondisioneri olurdu. Qiyməti də 11300-ə deyirik. 11300-ə deyirsiniz. Deyirik. Real alıcı olsa 11-dən razılaşar. aşağı düşəsiz yoxsa? Bəli. Əsas olsa sizlə əlaqə 11-dən saxlasınlar. cüzi endirim eləyər. Cüzdən də yəqin 200 manat, Hə, eləmi? 200 manat. Görmək istəyən hara gəlsin? Yevlax rayonundan. Allah bazarınızı versin. Çox sağ olun, minnətdaram mən. Siz də sağ olun. Dəyərli izləyicilər, bu da Mirağa qardaşımızın maşınıdır. Bu da 014 gedir. Eləmi qardaşım? Bəli. 014 maşındır. Motorxanasını göstərirəm izləyicilərə. Kırmızılar açılmayıb yəni. Ha, sonra belə. Zavoddur maşın. Vuruğu da konkret yoxdur. Motorda vəziyyət necədir? Hər iki. Əladır, motoru superdir. Yağ azaltması, Xeyr, səsi. xeyr. Nə qədər sürüldüyü bilinir maşınımızın? 160 neçə min üstü. İl neçədir? 2012. 12-nin maşınıdır. Kapotun Maşınımızın yanından görünüşü altın göstərin bir dənə alt hissəsini. O maşınımızın alt hissəsi bu cürdür. Krellərin altını qardaşımız deyir göstər və bu krellərin altı. Təkərlərdəki təzə deyirsən təkər. Sırağa vurmuş. Ekranı görə bilirikmi? Ekranda vəziyyət necədir? Ekrana çiçək kimi. Heç əl dəyməyib deyirsən Zavodskoydur maşın. Zavod ekranıdır. Sağ ol. Bu da o birisi təkər. Onda alt hissəsini göstər. Bu maşınımızın çöldən görünüşüdür. Kraska var mı maşınımızda? Kraskası var ha. Dəyişəni yoxdur. Optik darı kraskalanıb, yoxdur. tam kraskalanıbdırmı? Maşın beldən aşağı rənglənir. Bel deyir öz kraskasıdır. Hazırda zədə yoxdur ki, kosmetik iş yoxdur ki. Cızığa görə rənglənir də müəllim. Bütün detallı yəni sağlamdır. Aynalar təmizdir, bir cədən bax burada bir dənə çıt dağı var. Digərləri hamısı yaxşı. Maşınımızın belidir. Əladır. 4-6 dənədir kolonkası. Bəli, 6 dənə kolonkadır. Yəqin ki işləyər altısında. Hamısı. Arxa hissəsi Usul itildə ən usul teldə yek var. usul itildir, bahalı usul itildir. Maşın tamiz maşın, deməlisən? Yəni Temperatura sistemi pasıqsı yəqin ki yoxdur, çürük yoxdur maşında. ehtiyat təkər olan yeri Hə, zapaskası var. maşınımızın bu birisi tərəfdən görünüşü. Batıq, cızıq. Maşın bilsən nə rənglənib? Batığına, cızığına görə. Başqa heç nə. Onlar həm də ki ildə 2002 dediniz. 12, 12. 2012. 2012-nin maşını. Ha, maşınımızın təzədir. Alt hissəsini göstərək belə. Arxa oturacaqlar. Tavanı təmizləyə bilirəm. 94-50 magnitofondur. Oturacaqları arxa oturacaq. Bu da maşınımızın düymə iləndir. Ön aynalar düymə ilə. Şitdə heç nə yoxdur ki. Şitin zədəsi yox. Steniyalar qəşəng yığılıbdır. Ev ayaq altılardır, patoloq alikantardır. Oturacaqlar yaxşı. Maşınımız normal maşındır. Probyektin də istəyir. Maşınımızın yürüyüşdə 165.494 dəqiqi budur. Korobkada vəziyyət necədir qardaş? Yaxşı deməm, bütün sistemi gözəldir. Maşınımızı çəkdik, göstərdik. Qaldı maşınımızın qiyməti.
Qiymətini deyin bizə. Qiyməti qardaş 9200-ə deyirəm. Real alıcı olsa endirim eləyərəm. 8800-ə istəsələr nə deyək? Verərəm inşallah. Bu maşın da Yevlaxdadır. Bəli, yolda. Uğurlar arzu edirəm qardaş. Sağ olun. Siz də sağ olun. Allah bazar versin qardaş. Çox sağ ol, Allah razı olsun. Maşınımızın ili 95-dir. 5000-ə deyirəm. 03 motordur, Karovka 5-dir. Otur sür dayanım. Nə vaxtdan sizindir maşın? Maşın məndə 6 aydır. Etibarnamədir yoxsa öz adınızdadır? Öz adım etibarnamədir. Sənədlərində necədir? Hamısı qaydasında. Problem yox. Heç bir şey. Lap yaxşı. Motorun nömrəsidir, hamısı. Aldıqdan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Motoru yığdırmışam. Fasonlu Ferodo təzə qoymuşam. Motor nədir bunlardan? 03. 03 motorudur. Hazırda yaxşıdır motor? Hə, bəli. Sıx Yağ azaltma, səs? Heç bir şey. Yox. Sıx yəni öyle. Korobka necə? 5'li Karovka, 2'dən atır, yəni o pulundan çıxaldaq ya da ki üstündə təzə Karovka alıb verəcəm. Aha, onun xərci sizdir. O xərci bizlikdə yəni. Difer necədir? DF-dəki yəni normaldır. Normal yəni ki 60-70-də yüngül xırda səs eləyir. Dəyişməyə ehtiyacdırmı yoxsa hələ? Yəni belə götürəndə yəni məncə xeyr. Pol necədir? Polda yəni çiçək kimi altında bir dənə tüfürük, nəsə bir şey olsa pulundan çıxılacaq. Problem yox. Yəni Konqrat nəsə yerləri- artıq bir xərc olsa o mənlikdir. Danqarat yerləri salamatdır? Hamısı çiçək kimi. Peredok necə? Qəşəngdir vallahi. Səsi küyü yoxdur. Heç bir şey. Nakladkalarda təzə dəyişmişəm. Özüm yoxlatmışam. Özüm də elektrikan maşın ustasıyam. Hə, Belə özünüz pula maşın. ehtiyacım olduğu üçün satıram. Təkərlərdəki yaxşıdır, Bəli. yoxsa? Təkərlər yaxşı. Dəyişənlərini də deyin də bizə. Dəyişən yoxdur. Zavoddan gələn. Bəli. Düzdür, bir-iki yerdən dəyərlib vurulan, düzələn yeri var, amma dəyişəni yoxdur. Ha, Bir kosmetik dənə işi buna yoxdur. üzdən üzə kraska dəyibdi. Hazırda yoxdur ki, kosmetik işi. Xeyr, xeyr, heç bir şey. Aynalar yaxşıdır, Bəli, təmizdir. bəli. Bir balaca sədəf boyda çıtdaq var, o da heç bilinmir. Şit təmizdir, yoxdur ki çatı. Şitdə bir-iki dənə yerdə çat vardı. Onlar da cüzi deyə O bilərəm, yəni indi nəzərə alan çatmır. adam, mən demirəm, almışam 700-800 manat maya qoymuşam. Oturacaqlar yaxşı. Bəli, bəli. Pult sistemi də var hətta, hə? Bəli, pul sistemi Qapıları bağlayır, bağlayır. açılır. Aynalar amma əllə qalxır. Aynalar əldəndir. Qiymətini də deyirsiniz. 5000-ə deyirəm, real alıcı olsa danışıq verərəm. Nömrəm də 051 369 3305. Hansı rayondasınız? Ağdaş rayonu. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun, var olun, Allah razı olsun. Siz də sağ olun. Qardaş, Allah bazarınızı versin. Sağ ol, Allah köməyin olsun. Maşınımız 015. Bəli. Eləmi? Satmaq istəyirsiniz, qara rəngdə maşın. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? Maşın ili 2011-dir. Yəni maşında elə problem yoxdur, amma maşın yəni cızazad olduğuna görə özüm kraskalatmışam maşını. Nə vaxtdan sizdədir maşın? Maşın 6 ildir məndədir. Kimin adına format olunub? Öz adımızdadır maşın. Öz adınıza. Hə, bəli. Anamızı da maşında görürəm. Yəqin ki onun adına Onun- deyə hə, onun gətirmisiniz. adına da ona Hə. görə. İnşallah arzu eləyirəm elə indi satasınız. Sağ ol. Hə, anamız da burada maşında istidə qalıbdı. Alandan sonra yəqin ki 6 il içərisində xərc çəkərsiniz. Rus maşını ola, Sovet maşını ola. Maşını yəni bunun bircə kraskasına da alına xərc etmişəm. Yəni özümdəki maşına baxıb Nə qədər sürülüb maşınımız? Maşın 206 min. Yəqin ki motor yığılar, hə yoxsa? Yox, motoru zadı yox, qalovkasının prakatkasını dəyişdirmişəm. Aha. Yəni maşında bir problem yoxdur. Motorun yağ azaltmasıdır, Yox, heç bir, səsidir. heç bir problemi zadı yoxdur. Normallı da işləyir motor. Korobka necə? Korovka da saz vəziyyətdədir. Yəni Atması, səsi yoxdur ki? Yox, heç bir şey. Qranatların vəziyyəti? Qranatlar da yaxşıdır. Səs-küy yoxdur periodda. Yox, yox. Ekran. Ekran belə deyək də kraskalanıb tarsovka vurmuşam. Biraz qrantavoy yolda sürdüyüm üçün ki, vurub kraskanı şey eləmir. Yox, zədəsi var, ekranı yoxsa yoxdur? Yox, ekranı yox, elə bir zədəsi yoxdur ciddi. Ekran zədəsi. yaxşıdır. Hə, yəni Təkərlər elə yaxşıdır, təkərlər. Disklər Təkər- dəyişilibdir. normaldır. Aha. Təkərlər yaxşı. Altı necədir? Polo. Altı da yaxşı qəşəng. Çürüyür, Yox, pası, yox, harası çürüyür. dəyib dağıla belə şey Yox, yoxdur ki. Elə şey yoxdur. Dəyişilən dersiz yoxdur. Yox, Kapı, maşın- krel, kapo tam sözününkidir. Özününki də hə. Amma bizə maşın dediyim kimi, yəni Tam cızıra- kraskalanıb da Hə, maşın. Tam kraskalatmışam kraskalanıb. maşını. Aynalar necə? Qırıq çat yoxdur ki Yox, aynalarda. yox. Aynaları Salamat. yaxşı. Şitin üstündə yoxdur zədəsi. Yox, şitdə də zədə yoxdur. Təmiz. İçərisini dediyim kimi çəkə bilmədik, amma içərisi elə biləm yaxşıdır, İçərisi çuxurlanıb. də qəşəngdir, çuxurlanıb eləyib salamat şey içərisi. Aynalar əllə qalxırmı? Düymə ilə Yox, qalxırmı? düymə ilədir. Önləri yəqin ki. Hə, önləri, bəli. Pult sistemdə varmı? Yox, pul sistemi Pultu yoxdur. yox. Hə. Mərkəzi qapanma olmalıdır səhv eləmirəmsə. Birini bağlayanda hamısı Ha, bağlayır. işte orada elədir. Bu tərəfə bağlayanda hamısı bağlanır. Aparatura necə? Bahalıdırmı səs sistemi? Ha, bahalı aparatura, basavinkası, Veslup brigadı. Maşınımızın öz qiyməti. Maşını 7-2-yə deyirəm.
7200-ə deyirsiniz. 6-8 təklif eləyən olsa 400-500 keçmək olur. Ona baxır da biraz, çox bir o qədər keçməyin Əsas o da əlaqə saxlasın. əlaqə saxlasın, danışa. Hara gəlsinlər, görmək istəyən. Görməsin, Ağzabədiyəm. Uğurlar arzu edirəm qardaşım. Sağ ol, Allah kömək olsun. Siz də sağ olun. Xeyirli olsun qardaşım. Sağ ol. 015 satmaq istəyirsiniz. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? İl 2009-dur. Udarı vuruğu yoxdur. Dəyişən detallı bu qapısıdır. Nə vaxtdan sizindir bu maşın? Bu maşın 3 ildir bizdədir. 5500 Aformut yoxsa etibarnamə? Aform bizim adımız. Öz Aformut. adınızda olan Bəli. maşındır. 5500-ə deyirəm. 3 il içərisində xərc çəkmisiniz? Xərclərim olub hə. Motora baxdırmadınız. Motor korobkasında heç bir problem yoxdur. Maşınımız nə qədər sürüldüyü bilinir? Yürüyüş 200 mini təzə keçib. 200 mini. Təzə keçib. Aha. Hə, motor deyirsiniz yaxşıdır. Yağ azaltma açılıb yığılıb yoxsa? Yox, məndə olandan yox. Əl dəyməyib deyirsiniz. Yağ azaltma səs yoxdur. Yox. Korobkada vəziyyət necə? Korobkada vəziyyət ideal. Korobka motor ideal vəziyyətdə. Atması falan yoxdur. Yox. Periodokun səsi necə? Periodokda yüngül işlər var. Nədir, qranatlardırmı yoxsa? Qranatlar yox, amortizatorlar. Səs eləyir. Bəli. Dəyişmək lazımdırmı yoxsa? Yığdıra da bilərlər, dəyişə də bilərlər. Ekran yaxşıdır. Ekran salamatdır. İş olmayıb ki. İş olubsa da yüngül iş, sıvarka işi. Ön təkərlər, qış təkəridir, yaxşıdır. Arxalar amma hər iki şey elədiniz, zəifləyibdir, keçərləyib. Dəyişilən də bir dənə sürücü bunun qapısıdır. Kraska tam vurulub. Hər yeri kraskalanıb maşınımızın. Aynalarda vəziyyət necə? Qırıq çat yoxdur ki? Yox. Şitin üstündə çat görürəm, ortadan da. Bir də bozlar var nədirsə. Oturacaqlarda da ki, sürücü tərəfdə biraz süzülmələr var. Hə? Pultu, düymə, Yox, aynaların pult düymə ilə qalxması, Aynalar düymə ilə qalxır, pul sistemi yoxdur. ön aynalar. Ləğv olunub. Aha, başa düşdüm. Özümüz ləğv eləmişik. Qiymətin də 5500 deyirəm. 5500-ə deyirsiniz. 5000 təklif eləyən olsa Sataram. vermək olar. Hə. Hara gəlsinlər görmək üçün maşınınızı? Qəbələyə. Uğurlar arzu edirəm. Sağ ol. Siz də sağ olun qardaş. Sağ ol. Bu altını da qaldıra bilərsən. Rezini qaldırasan, altını dəmirlərindən görək. Qardaş, Allah bazarınızı versin. Çox sağ olun. Allah Devo razı Nexia olsun. eləmi? Bəli, bəli. Hə, qardaşımız 2010-cu ildir. Devo Nexia maşınını gətirib. İli neçə? 2010-cu ildir. 2010-un maşını. Hə, buyurun, siz məlumat verin. Bilək, necə maşındır bu maşın? Maşın 1 illik davernisindən almışıq. 10 aydır özümüzdədir. 2 aylıq davernisi qalıbdır. Normal vəziyyətdədir. 10 aydır bizi incitməyib. Alqı-satqıda problem olmaz ki? Xeyr, 2 aylıq davernisi qalıb. İndi 2 ay müddətinə də yəni ada keçirmə olsa daha Mümkündür. yaxşı olar. Maşınımızın altını göstərirəm. Altında vəziyyəti yaxşıdır. Bəli. Çürüyüb, pası Xeyr, yoxdur yox. ki. Təkərləri sadə diskləndir, kalpak vurulub. Təkərlər normaldır elə. Bəli, Elə normal vəziyyətdədir. Periodokda vəziyyət necədir? Yaxşıdır. Quruntovoyda Səsi küyü yoxdur. Ön Xeyr, çəkirdə yəqin ki Bəli, bunlarda. bəli. Kranatlar necə? Yaxşı vəziyyətdədir. Səsi küyü yoxdur. Və digər tərəfdən da alt hissəsi. İndi keçək motorxanaya. Maşınımızın motorxanası. Motorun kubu neçədir bilirsiniz bunda? 1.6-dırmı, 1.5-dirmi? Yoxsa ondan xəbəriniz yoxdur? Yox, elə bir məlumatım. Elə güclü başım çıxmır. Motorda vəziyyət yaxşıdır. Bəli. Yağ azaltması, səsi. Yox, yox. Heç nə yox. Maşınımız da Özbekistan istehsaldır. Hətta burada yazılıb Özbekistan. Hə. Motorda belə Kondisioneri var. kondisioner də var hətta Bəli. deyirsiniz eləmi? Zavodskoy olur, yoxsa sonradan Bəli, quraşdırılır? yox, zavod psixoy olur. Zavoddan gəlmə kondisioner də var. Keçək arxa tərəfinə. Maşınımızın arxa görünüşü. Abşeron nömrəsidir eləmi maşınımız? Bəli, bəli. Maşının beli, elə bilirəm kosmetik işi yoxdur. Dəyişiləni varmı maşınımızda? Qapı, krel, kapot. Bizdə olmayıb, bizdən əvvəl
belə başım çıxmır deyə məncə olmuyor. Maşınımızın içərisi, aynaların 4-ündə də düymə. İşləyirlərmi yoxsa? Qabaqlar işləyir, arxa işləmir. Arxalar ümumiyyətcə işləmirmi yoxsa? Alınandan işləmir, heç istifadə eləməmişəm deyə. Oturacaqlar. Normalde oturacaqlarda tabanı zədəsi yox. Yürüyüş bilinmir nə qədərdir. Probyekti bilinir? Yox. Probyekt, mexanikadır, sürətlər qutusu. Karabkada problem yoxdur. Xeyr, yox. 5-dir. Atma səs yox. Heç bir şey yox. Bagaj avtomatik açılır. Qəşəng. İçəridən düyməni vurdub, açıldı bagaj. 2 dənə kalankası var. Bu alt hissəsini qaldır qardaşım. Baxaq görək dəmirin də vəziyyəti yaxşıdır. Bağlıdır. Bağlıdırsa qoy qalsın. Çətindir deyəsən açmaq. Amma məncə normaldır. Normal. Ha belə. Başımızın altına da baxaq görək altı necədir. Zədəsi yoxdur ki. Alt hissəsi, arxa təkərlər. Hələ ki işlətmək olar təkərləri, altı. Maşınımızın arxa oturacaqlarını göstərəcəm indi sizə. Tavanı da bir dəfə göstərim. Oturacaqlar, yaxşıdır. Qardaş, maşınımızı çəkib göstərdik, qiymətini deyimsə. Qiymət 6500 manat deyirəm, razılaşmaq olar. Bütöv 6000 təklif eləsələr, nə etmək olar? Vermək olar? Bəli. Hansı rayondadır? Ağdam. Maşınımız da Ağdam rayon ərazisindədir. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun, Allah razı olsun, Allah köməyiniz olsun. Siz də sağ olun. Təşəkkür edirəm. Siz də sağ olun. Əmoğlu, Allah bazar versin. Sağ ol qızım, sağ ol, Allah canı. 06 maşınınızı satırsınız. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? 87-nin 06-sıdır. Yəni hər bir şeydə super vəziyyətdədir. 06 motordur, 5 skorsdur, diferində səsi yox. Hər Sizdə nə bir şey vaxtdandır? çox yüksək. 4-5 aydır. İtibarnamə nə işlədir sizdə? Yox, promoy öz adımadır, aformu. Aformu elətdirmisiniz. Motor, benzin ömrü hamısı qanuni şəkildə yazılıbdır. Dəyişildimi motor yoxsa niyə mühərrik benzin ömrüdür? Yox, alanda o cür almışdım, sənədləşdirdim, hər şey öz qaydasındadır. Bir dənə problemi yoxdur. Yağ azaltması, səsi, Yox, mühərrik heç nəyi yoxdur, super vəziyyətdədir. Mühərrik yaxşı. Korobkada deyirsiniz? 5 skorsdur. Dəyişilib də. Bəli. Atması, səsi, Heç nəyi yoxdur. diferdə yaxşıdır, hə? Diferdə səs yoxdur. Polda vəziyyət necə? Bir dənə çarıq çürük söhbəti yoxdur. Aparıb yamada yoxlaya bilərik. Yəni, Öz poludurmu yoxsa dəyişilmiş olar pol? yox, öz poludur. Zavodskoydu. Müəyyən yerlərində remont gedib də. Danqırat yerlərdə varmı? Var, hamısı var qardaş. Hər bir şey, Peredokun səsi ki yoxdur. heç nəyi yoxdur. Təkərlər də Təzədir, hamısı təkərlər təzədir. yaxşıdır. Dəyişilənlərin deyin də bizə. Qapı, krel, kapot. Vallahi mən bunu bu cür almışam da. Bilmirsiniz hansılardır. 4-5 aydır sürürəm. Bütün Azərbaycan bölgələrinə sürürəm. Heç bir problem yox. İnşallah indən sonra da olmaz. Maşınımızın kosmetik şey elə biləm yoxdur, eləmi? Yox, Yaxşıdır. heç bir kosmetik Sizdən çəkib əvvəl göstərə kaskalan. biləsən tamaşaçılara, baxanlara. Ön aynasında çox cüzi bir dənə dırnağın ucu boyda çırtdağı var. Digərləri Nə salmaq varsa elə çək, biləm. qoy baxsınlar da. Yox, Alan çox da baxsın, cüzidir, görsün ki, göstərirəm. nə Heç yapır bilinmir. verir. Yəni bilməyəcəklər onu təzə qoyulubdur, elə biləm, eləmi? Hamısı təzədir. Təzə şitdir. Oturacaqlar da elə biləm Bəli, təzədir. hamısı təzədir. Maşınımız salonu, yığılıb da. salonu çəkə bilərsən də qardaş. Çək göstər. Görürlər, salonda görürlər izləyicilər, qəşəngdir. Maşınımız normal maşındır, bir dənə ilində də problem, eləmi? Hə, İli 85 hə? 87-dir qardaş. 87 hə. Bu maşınlar, bu buraxılışlar çox keyfiyyətlidir. İstəyir detalları, istəyir mühərriki. Bu maşınlar əvəz olunmaz. Aynalar əllə maşınlar. qalxır. Bəli. Pultu yoxdur maşınımızın. Pult sistemindən xoşum gəlmir deyin, ona görə heç pult sistemi. Alladır. Sonradan quraşdırılmalar. Hə də ona Qiymətini görə deyin də bizə maşınımızın. qiyməti valla 5500-ə deyirəm. Alan olsa, real alan olsa, yəni razılaşmaq olar. 5000-ə vermək olar. Baxır o klientə. Danışığı yaxşı olsa verəsiz. Hə, bəli. Hansı rayondadır? Tərtər rayonu. Uğurlar arzu eləyirəm. Çox sağ ol, qardaş. Siz də sağ olun.